Bazarda satılan pirajkiləri sevirsinizsə və qorxursunuz almırsınızsa, bu günlər sizlərlə onun reseptini paylaşıram. Videonu sona qədər izləyin ki, bu xəmirin sirlərini sizinlə paylaşacağım. Çox dadlı, yağı da özündə saxlamır. Mənə lazım olan ərzaqlar: un, su, duru yağ, burada məndə şəkərdir, mayadır, quru maya, bir də duz. Bütün sularımı əlavə edirəm. Hamısını elədim. Burada məndə 600 qram undur. Həmişə olduğu kimi videonun aşağısında sizlərlə paylaşacağım qramlarını, hər bir şeyin dəqiqliyini. 600 qramın üzərinə quru ərzaqları əlavə edirəm. Duzu, maya, quru maya, yaş maya da istifadə etmək olar. Bir də şəkər. Bunları qoyuram kənara. İlk quruları qatışdırıram. Yağı axırda əlavə edəcəm. Burada duru yağdır. Su qaynar olmamalıdır. İlıqdan biraz isti olmalıdır. Onda xəmir qəşəng olur. Bu xəmirin əsas birinci sirri odur ki, bu çox belə sıyıq olmalıdır. Yəni qatı xəmir olmamalıdır. Suyu yenə əlavə edirəm. Bismillah. Yarısını əlavə edirəm. Qatışdırıram. Qaşıqla qatışdırsanız daha yaxşı olar. Bu xəmirin özü dediyim kimi belə uzun, belə yapışqan olur deyə. Elə ilk qaşıqla siz də qatışdırın. Axırda lazım olsa yoğurmağa əllə. Bu qədər. İndi bunu qəşəng qatışdırıram. Hələ yağı əlavə etmirəm. Baxın, belə qəşəng, lipki xəmir olmalıdır. Xəmirə baxın. Xəmir bu şəkildə olmalıdır. İndi bunun üzərinə duru yağı əlavə edirəm. Burada məndə 3 xörək qaşığı duru yağdır. Başqa pirajkilərdən bu pirajki çox-çox fərqlənir xəmiri. Yəni, obrislarda əgər xəmirə əl vururuqsa belə tam yapışmırsa, yapışmır ələ də. Bazar pirajkilərinin, yəni tam onun kimin hazırlamasında belə rezin kimin olur, belə dartanda tik, xəmir qayıdır təzədən abratına. Həmin bu şəkildə olmalıdır. Yəni, xəmir belə olur. Yəni, bura un əlavə də etmək lazım deyil. İndi bunu qoyuram kənara, dinlənsin. Haradasa 30 dəqiqə, 40 dəqiqə. Ondan sonra başlayaq pişirməyə. İçliyi üçün isə bu dinlənib özünə gələnə qədər İçliyim kartoşkadır. Adi kartoşkanı qaynatdım, püre elədim. Və qəşəng buluca soğanı kərə yağında qovurdum. Püre elədim. Belə, qəşəng. Eləmişəm, qoymuşam kənarda. Gözləyir ki, xəmir nə vaxt gələcək, pirajkiləri bişirək. Xəmiri kənarda saxlamışdım. Dediyim kimi 30-40 dəqiqə saxlamaq lazımdır ki, dinlənsin. Mən haradasa bir 20 dəqiqə saxladım. Baxın, belə köpükləni, belə olur. Puziroklar əmələ gəlir. Bu şəkildə. Yəni, mən vaxta görə, yəni daha artıq saxlaya bilmirəm. Başlayıram hazırlamağa. Xəmir isə baxın, bu şəkildə olmalıdır. Xəmirin bir sirrini də sizlərlə paylaşmaq istəyirəm. Un vurmayın. Yəni, açanda, kündələrə yoğuranda un əlavə etməyin. Un əlavə edəndə xəmir həm ağır olur, rezin kimi dartılır, həm də ki, yağı qaraldır. Ona görə duru yağdan istifadə eləyirəm. Yəni, bol istifadə eləyin, yapışmasın əllərə. Yağdan qorxmuruq, onsuz da yağda pişəcək. Bismillah. Baxın, bu şəkildə olur xəmir. Baxın, bu iminə pirajkinin sirri də budur ki, xəmir bu şəkildə olmalıdır. Yəni, bərk olmamalıdır. Axımlı xəmir olmalıdır. Baxın, nə qəşəng xəmirdir. Elə bil diridir, indi qaçacaq. Yağlayanda yapışmır. Yağı tökürəm tavaya. Xəmiri hazır eləyən kimi atmaq lazımdır istidə. İsti yağda bişsin. Yağ qəşəng isti olmalıdır. Pirajkiləri soyuq yağa atmayın. İndi bu şəkildə balaca. Bismillah. Əllə də belə qoparda bilərsiniz. Problem deyil. Mənə sadəcə bununla rahatdır deyə. Və yenə əlimizi yağlayırıq. Yağdan qorxmuruq. Bu şəkildə. Açanda da baxın, belə şarik olur. Xəmir çox gözəldir. Baxın, axır. Baxın, nə gözəl xəmirdir. Bu şəkildə açırıq. Belə. Əldə də qalmır, qaçır. İçinə içlik əlavə edirəm.
hazırladığım soğanlı kartoşkanı. Kərə yağında əzmişəm. Bismillah. Qəşəng yetişdiririk. Baxın, rahat. Baxmayın ki, məndə əlcəkdə elə bilərsiniz yapışmır da. Əli də bu şəkildə yağlasaz, yenə xəmirə yapışmayacaq. Üzərinə, baxın, yağı götürürük, tökürük. Bismillah. Bu şəkildə. Onda köpüklər əmələ gəlir. Xəmirdə. Qəşəng qızarana qədər bişirirəm. Bismillah. Baxın, nə qəşəng şişir. Köpüklərinə baxın üzərində. Yağı bu yüzdən bu şəkildə üzərinə də eləyirik ki, həmin bu köpüklər əmələ gəlsin. Ay. Ay. Çok xəmir əldə oynayır. Yəni uzunluğunu nə şəkildə istəyirsiniz, özünüz formalaşdırın. Bismillah, deyən oldu. Hoppa. Əlinizlə eləmək istəmirsinizsə, xəmiri belə yağlayın yeri. Xəmiri bu şəkildə əlinizlə belə açın. Nazik olsun. İçliyi qoyaq. Bu şəkildə yəqin düşünürəm ki, rahat olar. Və belə bağlayırıq ağzını. Bu şəkildə. Onsuz da bazarda da həmişə mənə maraqlı gəldi ki, biz piraşkiləri evdə belə akuratını eləyirik. Oradan alanda belə əyri-üyrü olur da və maraqlı olur. Yəni baxın bu cürlə. Oh. Baxın. Maşallah. Nə qəşəngdir. Xırt-xırt. Üzəri baxın. Xırt-xırtlı. Bazarda satılan piraşkinin dadı. İndi sizə göstərirəm ki, necə içində bir damcı da əlavə yağ qalmır. Baxın. Oh. Super. Nazikdir. Xəmirə baxın. Xəmir də çox nazikdir və içindəki kartuşkası da boldur. Bəzən piraşkilər alanda içindəki kartuşkası da olmur. Amma evdə hazırlayın 100%. O qədər dadlı, o qədər bəyənəcəksiniz ki, yəni canınız çəkəndə nə qədər tez hazırladığını gördünüz. Sirlərini sizlərlə paylaşdım. Siz də hazırlayın bu cürlə dadlı, qəşəng bazar piraşkiləri. Nəyə əsas göstərmək istəyirəm? Vay, bu qədər yağdan istifadə elədim. Baxın, içində yağ yoxdur. Yəni, xəmir elədir ki, möcüzəvi xəmirdir. Özündən artığı attal keçilir. Yəni, götürmür, hopmur. Ona görə belə super, qəşəng, yumuşaq, həm xırt-xırt elir, həm yumuşaqdır. Yəni, sözlə başa sala bilmirəm də. Yəni, deyərdim ki, bazardakılardan daha dadlıdır. Siz də hazırlayın. Nuş olsun. Balam gəlmir. Balam. Ayaq da. Çox dadlı diyorum. Xəncər.